10, 12 və 15-ə böldükdə qalıqda 3 alınan, 200-dən böyük, 300-dən kiçik olan ədədin rəqəmləri hasilini tapın. 10, 12 və 15-in hər üçünə bölünən ədəd bizə əkobdur. İlk öncə əkob 10, 12 və 15 tapaq. Sonra bu ədədin elə bir mislini götürək ki, 200-dən böyük, 300-dən kiçik olsun. 10, 12 və 15-in hər birinə bölünən ədədimiz 60 olar. 60 10-a da, 12-yə də, 15-ə də bölünür. Və 60-ın deməli misillərinə baxaq. 2-dən 60 120, 3-dən 60 180, 4-dən 60 isə 240 edər. Deməli 240 götürə bilərik ki, 200-dən böyük, 300-dən kiçik olsun. Burada qalıq 3 olmalıdırsa, deməli 240-ın üzərinə 3 əlavə edirik. 243 və bizdən ədədin rəqəmləri hasilini istəyir. 2 vurulsun, 4 vurulsun, 3, 12-nin 2-yə 24.